Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkini, Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Texniki səbəblərdən 4 dəfə, 5 dəfə videonu çəkdim. Hər dəfə yarımçıq. Yer dolur və s. digər problemlər var. Bir dəfə mikrofon işləmədi. İstəyirdim Telegrama səsli mesaj atım. Bir izləyicimiz var. Onun imkanı olsa məni döyəcəyi bir gün. Sən kimsən, ay kişi? Sözündən belə söz. Sən kimsən ki, bizi YouTube'suz qoyursan? Mən ləzzət eləyir. Bu kanal sizin kanaldınız. Kanalınıza sahib çıxın. Öpürəm sizi. Telegramın linki aşağıda. Nə işlər görmüşük özünüz baxa bilərsiniz. VIP qrupu nömrəsi aşağıda. Saytımızda da ki fantastik əmsallar tutmuşuq dünən. Özünüz baxa bilərsiniz. West Ham'ın özü ən çox qol ikincisi elə nə edəsəz dəyərdi. Belə. Milandan Time'da qol gözləyirəm. Telegrama atmışam. Həm də bizim bu Venetsiya məhəbbətimiz var da. Görək hara qədər gedəcək. Como Cano oyunu. Bəlkə siz YouTube'da baxa-baxa artıq qabağınıza çıxacaq. Oyunun 70-ci dəqiqəsindən sonra Como evində stabil olaraq buraxır. Buna işarələr var. Götürə bilərsiniz. Məntiqlidir. Hamburg Karlsruhe. Bütün dünya Hamburgdan qələbə 2-5 üst gözləyir. Oyunun üstü də 1.30-dan yuxarıdır biraz, amma 1.40 yoxdur. Optimal həzmində bizə qane edən bir əmsal yoxdur deyə. Mən burada bir riskə gedəcəm. Gol. Karlsruhe'nin bünyəsinə zidd olan bir şey deyil. Amma üstü gözləyirəm Kaiserslautern Schalke oyununda. 15.30-da da o da Bundesliga 2-də. Və Kaiserslautern'ın 3 oyunda udmaması normal deyil, udmaması. Kaiserslautern artıq utsun bir zəhmət və mənə hava xoşdur. Schalke'nin oyunlarında hər dəfə sizə xəbərdar edirəm ki, 1-1 də olsa oynamayın gol. Üst oynayın. Çünki Schalke 4-də, 5-də, 15-də bir də görürsünüz, qırmızı kart almayan milli komandadır. Kaiserslautern'ın 2 topu ilə bir zamanlar Bundesliga 1-in mərkəzi oyunu olan, indi Bundesliga 2-də heç turun mərkəzi oyunu olmayan oyundur. Amma Kaiserslautern ənənəsinə sadiq olaraq əzəli rəqiblərindən biri. Schalke'yə 2 top vursa, oyun üstə getsə super. Ajax Sparta Rotterdamdan oynayır. Burada belə bir məsələ var. Ajax tərəfini izah eləmək ehtiyac yoxdur da. O çempionluq yolunda nə iş görür, nə edir və s. və axır. Amma Spartanın bir topu burada 1.44 əmsal qəşəngdir. Amma mənim fikrim olacaq Herenven oyununda. Herenven Nek Nijmegen'dən oynayır. Mənə bu oyun 1+ gol kimi gəlir. Gözləyirəm onu. Avrokubok şansını qoruyan Herenven bir zəhmət. Hər hansı bir hissəni ud, 1.41 əmsalla super. Birinci hissədə Nek Nijmegen'dən qol gözləyirəm. Nek Nijmegen'dən ümumiyyətlə başa düşdüyünüz kimi, üzr istəyirəm. Birinci hissədə Herenven'dən qol gözləyirəm və Herenven'dən ümumiyyətlə 2 top gözləyirəm bu oyunda. Hissəni də qazansa super olar. İnşallah birinci hissə olar. Bournemouth United, Man United yox, Mal United. United azarkeşlərin incilməsin. Bu Bournemouth 2 oyunda da qol vurmur. Bu United-ə birinci hissədə qol vurmasa o oyunu sorğulamaq lazımdır. Bournemouth'u sorğulamaq lazımdır. Bizim o prokuror dostlarımız var da Avropada. Dünən dedim də, məsələn, hansı Wolverhampton'dan bağlı dedim də. Dedim ki, bu Wolverhampton, bu Leicester'a 2 top vurmasa, Time'da qol vurmasa, o oyunu sorğu-sual eləmək lazımdır. Federasiya rəhbəri ilə bir yerdə. Villarreal Espanyol 18-15-dədir. 19-15-də də Lens Auxerre. Bu oyunların metrikaları saytdadır. Kombinləyib hətta kupon da eləyə bilərsiniz. Baxın, ağlınıza batırsa yaxşı əmsaldır. 2-dən yuxarı əmsal eləyəcək. Montpellier Reims oyununda isə bir metrika var. Bu maraqlı bir şeydir. Montpellier evində stabil olaraq 45-60 aralığında ən çox qol buraxan komandadır. Oyunun gedişatına uyğun əmsal varsa həmin intervalda məsələn 50-dən sonra Reimsin bir topunu götürmək olar. Liverpool Tottenham. Burada nəsə deməyə ehtiyac yoxdur məncə. 1+ gol gözləyirəm. Niyə? Əslində istəyim odur. Bir azarkeş fanat olaraq. O dünya futbol tarixində indiyə qədər soruşsaz ki, sənin məsələn ay qardaş, ay Məmməd, ay Əli, ay Vəli ən xoşuma gələn, ən yadda qalan çempionluq hansı olub? Hamı bilirsiniz kimi deyəcək. Addım kimi əminəm 10-dan 8-i bunu deyəcək ki, o Agüero! Məşhur John Champion'ın qışqırtısı, bağırtısı. Elə çempionluqlar daha gözəldir, razılaşın. Amma Liverpool çıxıb burada 1-0-dan, 2-0-dan bu oyunu utsa belə yorucu, dilə qalış ki, ruslar demişkən, qabağına bir quş qoyduq çempionluq. Mən şəxsən fanat olsam Enfield'da oturub stadiona axmaram. Orada belə bir ənənə vardı, stadiona axırlar da. Deyirəm ki, bu nədir? Biz gəldik burada drive tutmağa. 1+ gol 2-13. Necə istəyirsiniz də sığortalayın. Bu Liverpool evində 17 son 17 ev oyunundan 14-ündə stabil olaraq ən azı 2-3 top vurub.
Eyvallah, qapı açıq deyə Tottenham'dir. Avrokubok oyunu da var, fikri zikri oradadır. Amma Solanke də Liverpool'a vurmağı sevir axı, atıram da, ya da Brennan Johnson. Vursun da bir zəhmət. Juve Monza, Juve Monza. Burada bir şey deyəcəm dostlar. İstəyirəm yavaş bu sistemi otuzdurum. Günün ən güvənli 2-3 oyunu. Buna demirəm hələ ki. Yoxlayacaq. Əgər Juventus bu Monza'ya, bitmiş, düşmüş Monza'ya qələbə 2-5 üstümüzü verməsə, prokuror Bournemouth'un oyundan çıxıb təcili bura gəlməlidir öz komandası ilə. Federasiya rəhbərliyi gəlməlidir, araşdırmalıdır ki, sən hansı əsasla bu komandaya, bu 180 yaşı olan müdafiəyə, Pablo Mari və s. Sən Pablo Mari'dir, yoxsa? Yox. Argentinalı da nəsə Romadan gələn əl qərəz. Bu leşlərə mən bura hesab gözləntim bilirsiniz nədir? 4-0, 5-0, 5-1 belə. Əgər Tudor'un Juventusu qələbə 2-5 üstü verməsə, ki indi Avroliqa mərhələsindədir, bundan uyğun rəqib görmürəm məsələ distansiyada. Bir zəhmət. Eyüp Galatasaray qorxuram deyə üst. Çünki xal fərqini bilirsiniz. Üst 1.46. Evin 2 topu, qonağın 2 topu ilə təbii ki. Osimhen də bu arada karyera rekordunu qıra bilər bir mövsüm ərzində. Bunun da nəzərinizdə olsun. 1-dən 2 olsa o prokurorlar bir zəhmət gəlsinlər. Burada da bir araşdırma aparsınlar ki, nə oldu, dünən Fənər bu gün sən etməyə, eləməyək. Amma xal fərqi var. Arda Turanın bəzi haqqı hesabları var. Bizim Marafon kanalımız var. Onunla bağlı bir bəlkə orada da bir video çəkdik. Atamın vəziyyətinə görə, atamın da işlərini mən görəm deyə uyğun boş vaxtım yoxdur. Ən azı 3-4 saatım gün ərzində atamın işlərinə gedir. Atam bu yaxına da birisi insult keçirmişdi. Ona görə bəzi şeyləri çatdırmıram. Yorğun oluram. Axşamlar tez yatıram. Arda Turanla bağlı bir video çəkmək istəyirdim. Çəkəcəm də. Üst 1.46. Yenə deyirəm, düzü nədir bilirsiniz. Amma mən xal fərqindən ehtiyat edirəm. Çünki Galatasaray heç eləsə nə olacaq məsələn? Heç. Az qalıb mövsümün sonuna. Marcel Brest oyununda da Marcel'in əmsalı xoşuma gəlmədi, ev əmsalı. Çünki Brest ipə sapa yatmayan komandadır. Bir də Brest'in riyazi olaraq orada Çempionlar Ligi, Konferans Liqası şansı var. Amma istəyərmi, bilmirəm, fransızların da tripindən olmazsa bilirsiniz. Amma məncə bu oyunda time'dan oyun coşacaq, açılışacaq. Burada da üst tövsiyə edirəm. Çünki Marcel bilirsiniz də, izah eləməyə ehtiyac yoxdur. Amma bu da 1+ gol oxşuyur. Girmərəm o topa, qolundan falan beşmikən. Ehtiyat eləm biraz. Xoşuma gəlmədi yəni, yenə də deyirəm, Marcel'in əmsalı. Ekstralara keçməmiş, sadəcə bir fikrimi deyəcəm sizə. Inter'in oyunundan biraz ehtiyat eləm dostlar. Mənə görə Inter bir top fərqlə udacaq. 1-0, 2-1. Bizim Vaqif də paylaşır. Məsələn, Beton kanalı, Telegramda paylaşım var. O kanalları izləyin, bizim kanallarımızda. Amma biraz ehtiyat elədim dostlar. Keçirəm ekstralara. Midtjylland Nordsjælland bu klassikadır. Sadəcə axırıncı oyunda 3-2 oynayıblar deyə biraz ehtiyat edirəm. Amma bu klassikadır. Bu oyun 2-5 üstü olmasa bu futbola xəyanətdir. Bodo Glimt, KFUM Oslo komandasıdır. Paytaxt komandasıdır. KFUM təhlükəli komandadır. Bu oyun mənə görə ən azı 3-5 üst. Ən azı. 6+-a qədər qapılar taybatay açıqdır. Amma 2-5 üst 1.48 ilə Bodo özü apara bilər ora tərəf, götürəcəm. Bundesliga-ya bugün girmədim. Metrikalar saytda var, ağlınıza batırsa dəyərləndirə bilərsiniz. Baxacam. Hamıya uğurlar, bol şans. Allah'a emanet olun.